Salam, xoş gördük hər birinizi əziz coğrafiya həvəskarları. Bugünkü mövzumuzda daha çox diqqət tələb edən yeni bir mövzuda qarşınızdayıq. Deməli, burada biz öyrənirik nəyi? Lənkəran vilayətində rast gəlinə biləcək iqlim tipləri. Lənkəran vilayətində rast gəlinə biləcək iqlim tiplərindən qışı soyuq keçən yarımsərra quru çöl iqlimi, qışı soyuq keçən yarımsərra quru çöl iqlimi, daha sonra qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim və yayı quraq keçən mülayim isti iqlim tiplərinə rast gəlinir. Ümumiyyətlə 10-cu sinif kitabında bu haqda geniş bir məlumat vardır ki, həmin orada bizim bir xəritəmiz var. O xəritədə artıq bu hissədə həmin bu rəqəmlər xüsusilə qeyd olunubdur. Xüsusilə də biz 2 və 6 rəqəmlərinə baxsaq, bunlar 2 rəqəmi ilə işarə olunubdur. Qışı soyuq keçən yarımsərra quru çöl iqlimi və 6 rəqəmi ilə işarə olunubdur. Yayı quraq keçən soyuq iqlim. Bu iki iqlim tipi isə ən çox rast gəlinir Naxçıvan Muxtar Respublikasının ərazisində. Baxın, Şəhər Ordubad düzündə, deməli Şəhər Ordubad düzündə yayılan iqlim tipinə biz deyirik qışı soyuq keçən yarımsərra quru çöl iqlimi. Burada alçaq və orta dağlıq hissələrdə yayılan ərazilərdə xüsusilə qeyd edirik yayı quraq keçən soyuq iqlim və həmçinin yüksək dağlıq ərazilərdə isə dağ tundra iqliminə rast gəlinir. Yəni bu həmin bu tip ən çox rast gəlinir Naxçıvan Muxtar Respublikasının ərazisində. Və biz əvvəlki test nümunələrində qeyd edirik ki, bu iki iqlim tipi yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində rast gəlinir. Başqa bir vilayətə aid etmir. Artıq biz həmin məlumatları Lənkəran təbii vilayətinə də aid etmiş oluruq. Çünki bu 10-cu sinif kitabında olan xəritədə bu formada təqdim olunmuşdur. Yəni buna xüsusi şəkildə diqqət yetirmək lazımdır. Bu istisna olan bir mövzulardan biridir. Yəni əsasən xüsusi diqqət tələb edən mövzulardan biridir. Ona görə də bu mövzunu diqqətlə oxumaq, xəritələri təhlil etmək çox vacibdir. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah imtahanda daha çox uğurlar qazanırsınız əziz abituriyentlər və həmçinin müəllimlər. Hər birinizə uğurlar.